Soundtrack'te bu videoyla fizikadan ikinci şahıs bol komutanında karşılaştırılacak çıkabilecek 3 vacip sual atmaya başlayacak. Suala bir atım bir şekilde izah edeceğim ki suala daha rahat ve daha etraflı bir şekilde başlayabilirsiniz. Bir hatırlatma daha edeyim ki eğer böyle videoların devamını istəyirsə video beğenmeyi, kanala abone olmalı ve videolara şey yazmayı unutmayın. Bunu etmələ mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Deməli ki, bir sonumuzdan başlayaq. İDRX kontrolünə kondensatorun tutma 4 mikrofon, sadəcə indüktörlüyə 4 henry, yükün amplitude qiyməti 10 qolası, sadəcə keçən maqnitlərin maksimum qiymətini hesablayın. İlk öncə biz bilirik ki, maqnitlərin düzsü fi bərabər L-dir. Bunu buradan bildik. İndi maqnitlərin maksimal düzsü nədir? Fi maksimal bərabər deməli L vuraq. Biz maqnitlərin maksimal qiyməti tapdığımız üçün deməli ini yerinə nə yazıram? I maksimal yazıram. I maksimal. Olsun I maksimal. İndi mən də bir yandan bilirəm ki, I maksimal özü nəyə bərabərdir? I maksimal bərabərdir deməli Q maksimal vursunlar omega. Bunu buradan bildim. Bir yana omega özü nəyə bərabərdir? 1 bölünsün kök altı L'si. Bunu da buradan bildim. Mən bu ifadəni gəlib burada yeni yazam. Olur nə? Deməli Q maksimal deməli Q maksimal var. Q maksimal vuraq. Deməli 1 bölü kök altı L'si. İndi buradan tapıram nə? Deməli Q maksimal bölünsün, yəni Q maksimal bölünsünlər kök altı L'si. Bunu buradan bildim. İndi buradan alıram nə onda? Deməli I maksimal bərabərdir yekun ifadə. Deməli Q maksimal bölünsünlər kök altı L'si. Bunu buradan bildim. Bunu buradan bildik. İndi mən həm bu ifadəni gətirib bu ifadədə yeni yazım. Yəni bu ifadədə yeni yazım. Olur nə? Deməli fi maksimal bərabərdir. Deməli L vuraq I maksimal, L və I maksimal o da bərabərdir, o da bərabərdir. Deməli o da bərabərdir. Deməli L vuraq Q maksimal bölək kök altında L'si. Yəni biz qısaca burada bir ifadə almış oluruq. Deməli burada hesablasak L'in qiyməti nəyə bərabərdir? İlk öncə gəlin ona baxaq. Deməli L burada bizə verir 4 henry. Deməli yük 10-4. Tutumda ise 4 vuraq 10-6. Deməli bunlardan istifadə edərək biz indi bunu tapaq. Deməli L-i yeni yazıram 4 vuraq. Deməli Q maksimal nə qədərdir? Burada baxırıq 10-4. Yəni yeni yazıram 10-4. Deməli bölünsün. Kök altına L yenə 4'dür. Vursun S nə qədərdir? Buradan baxırıq tutum. Deməli 4 mikrofon. Yəni 4 10-6. Deməli 4 vuraq 10-6. İndi mən buradan bilirəm ki, deməli o da bərabər deməli 4 olduğu kimi qalır. Deməli 4 olduğu kimi vur. 10-4 olduğu kimi qalır. Deməli 4'ü 4'ə vuranda 16, 16'dan çıxınlar 4 vurulsun. 10-6'dan çıxınlar 10-3. Bunları da buradan bildim. Buna ixtisara gedib qalır burada 10-4 bir də 10-3. Bunlar bir-birinə böləndə əsas olduğu kimi qalır. 10-4'dən daha sonra -4'dən -3 çıxan. Olur nə? -1. Deməli camımız orijinal 10-1 və yaxud da ki 0.1. Onda burada camımız nə olacaq? Deməli 0.1 V1. Yəni camımız orijinal burada A variantı. İndi keçək növbəti sualımıza. Deməli burada hesablasak L'in qiyməti nəyə bərabərdir? İlk öncə gəlin ona baxaq. Deməli L burada bizə verir 4 henry. Deməli yük 10-4. Tutumda isə 4 vuraq 10-6. Deməli bunlardan istifadə edərək biz indi bunu tapaq. Deməli L-i yeni yazıram 4 vuraq. Deməli Q maksimal nə qədərdir? Burada baxırıq 10-4. Yeni yazıram 10-4. Deməli bölünsün. Kök altına L yenə 4'dür. Vursun S nə qədərdir? Buradan baxırıq tutum. Deməli 4 mikrofon. Yəni 4 10-6. Deməli 4 vuraq 10-6. İndi mən buradan bilirəm ki, deməli o da bərabər deməli 4 olduğu kimi qalır. Deməli 4 olduğu kimi vur. 10-4 olduğu kimi qalır. Deməli 4'ü 4'ə vuranda 16, 16'dan çıxınlar 4 vurulsun. 10-6'dan çıxınlar 10-3. Bunları da buradan bildim. Buna ixtisara gedib qalır burada 10-4 bir də 10-3. Bunlar bir-birinə böləndə əsas olduğu kimi qalır. 10-4'dən daha sonra -4'dən -3 çıxan. Olur nə? -1. Və camımız orijinal 10-1 və yaxud da ki 0.1. Onda burada camımız nə olacaq? Deməli 0.1 V1. Yəni camımız orijinal burada A variantı. İndi keçək növbəti sualımıza. Sonraki sualımızda ikinci sualda İDRX kontrolü cərəyançların amplitude qiyməti 3 amperdir, cərəyançların qiyməti 1 amper olanda kodda maqnit və elektrik sayılarına enerjinin nisbəti nəyə bərabərdir? Bunu tapmaq üçün kökə mən nə edirəm? Deməli bizə soruşur W maqnit bölsün W elektrik. Olur belə kimi. W maqnit böl W elektrik. İndi mən ilk öncə bilirəm ki W tam nəyə bərabərdir? Deməli W elektrik plus-nə W maqnit. Bunu buradan bildim. İndi mən bu W elektriki geri yazım nə? W elektrik bərabərdir. Bunu buradan tapsam W tamdan çıxırlar W maqniti. İndi mən W elektrik bərabər W tam çıxır W maqnitin ifadəsini gəlib burada yazam. Olur nə? Deməli W maqnit bölsün W elektrik o da bərabərdir. Deməli W maqnit bölək W elektrik ifadəsini yeni yazım nə bu ifadəni? Olur nə? Deməli W tam çıxısında W maqnit. Bunu buradan bildim. İndi mən ilk öncə burada bilirəm ki W tam özü nəyə bərabərdir? Maqnit sayısı enerjisi. Yəni W maqnitin maksimalına bərabərdir. Maksimal. O da bərabər deməli L-i kvadrat bölsün 2. Amma maksimal olduğu üçün yeni yazım nə? Maksimal. Bunu buradan bildim. Və bir yandan da bilən ki maqnit sayısının enerjisi nəyə bərabərdir? L-i kvadrat bölsün 2. Onu buradan tapdım. İndi bu ifadəni gəlib indi burada yeni yazam. Olur nə? W maqnitin yeni yazam bunu. Deməli L-i kvadrat bölsün nə? 2. W tam nədir? L-i maksimal deməli kvadratı bölüsünə 2 çıxısı nə? L deməli i kvadrat bölüsünə 2. Mən indi burada bilirəm ki, deməli burada L'lər 2'lər, L'lər 2'lər. Buna 3 ixtisara gedir. Qalır burada nə qısaca?
Burada qalır nə? Deməli, bərabərdir. Deməli, i kvadrat bölünsün deməli, i maksimalın kvadratı çıxsın i-nin kvadratı. Mən buradan bilirəm ki, deməli, ani qiymət nədir? Ani qiymət 1-dir, burada 1-dir. Amplitude nə qədərdir? 3-dür. Onu buradan bir-birini hesablayacağım. Deməli, i-ni yenə yazdım 1. Deməli, 1-in kvadratı bölsün. i maksimal yenə yazdım 3. 3-ün kvadratı çıxsın. i-ni yenə yazdım nə? 1. 1-in kvadratı. Buradan tapıram. Deməli, 1-in kvadratı 1-dir, 3-ün kvadratı 9-dur. 9-dan da nəyə çıxıram? 1-i. İndi bu da bərabərdir. 1 bölə 9'a 1 çıxan edir 8. Deməli, cavabımız nə olacaq? 8'e 1. Yəni, qısaca buradan W magnit bölünsün W elektrik nəyə bərabərdir? 8'də 1'ə bərabərdir. 8'də 1 olan variantda buradan asılıdır. C variantda bizə verilir. İlk iki növbət sualımıza. Son sualımızda 3-cü sualda və ideal reaksiya konusunda cəngişdə zaman asılı İBR 0.1 sinüs 300 pite şəklindədir. Kondensat elektrik sayəsində maksimum enerjisi 0.5 joule varsa kontrol induktivi indi hesablayın. Bunu hesaplamaq üçün nə edir? İlk öncə biz buradan bildik ki, deməli W tam 2 cür düzsü var. Birincisi budur. W elektrik maksimal. Yəni ekstra enerjisi maksimal qiyməti. Bunu buradan bildik. İkincisi W tam bərabərdir. Deməli W maqnit maksimal. Yəni maksimum enerjisi maksimal qiyməti. Bunu da buradan bildik. İndi əgər W tam həm buna, həm də buna bərabərsə, onda bunları birbirine bərabər. Yəni W elektrik maksimal nəyə bərabərdir? Buradan W maqnit maksimala buradan bərabərdir. Bunu da buradan bildik. İndi mən bir yana bilirəm ki, W maqnit maksimal özü nəyə bərabərdir? Deməli, elektrik maksimal kvadrat bölünsün 2. Yəni onu mən bəlkə yaza bilərəm. Deməli, W elektrik maksimal nəyə bərabərdir? Deməli, I maksimalın deməli kvadratı bölünsün nə? 2. Bunu da buradan tapdım. İndi W elektrik maksimal yenə mən nə yazdım? 0.5 yazdım. Olur bəlkə 0.5 bərabərdir. Deməli, I maksimalın kvadratı bölünsün 2. İndi mən buradan bizə burada nəyi soruşur? İnduktivi hesabı. İnduktivi hesabında mən burada nə edirəm? L bərabərdir. 2 nömrə 0.5'ə. Deməli 2 vura 0.5 bölünsün nə? Deməli I maksimalın kvadratı. I maksimalın kvadratı. Deməli ya da genelde bunu da yenə də yazar. Deməli I maksimal burada nəyə bərabərdir? Bir də ona da baxaq. Deməli buradan mən baxanda görürəm ki, bu i'dir, bu da nədir? İyemdir. Çünki i bərabərdir iyem sinüs omega t'dir. İlk başda iyem gəlsə və iyemin yerində 0.1 varsa, deməli iyem nəyə bərabərdir? 0.1'ə bərabərdir. Onda olur belə kimiş deməli. 0.1'in nəyi? Kvadratı. Deməli 0.1'in nəyi? Kvadratı. O da bərabərdir. Deməli 2 0.5'ə vuranda bu bizə verir 0.1 bölünsün. 0.1'in kvadratı bizə verir nə? 0.1. 0.1'də buradan x-lara gedə qalır nə? 1. Onda bəlkə ki induktivi nəyə bərabərdir? L bərabərdir 1. Yəni induktivi 1'ə bərabər olmuş olacaq. Cavabımız olacaq burada nə? L bərabərdir 1. Yəni Y variantı olmuş olacaq. Deməli, beləliklə bu videoya fizikanın ikinci şans blok imtahanında qarşılaşa biləcək 3 vacib sual atmaya baxdıq. Suala bir avtomatlı bir şəkildə izah edeyim ki, suala daha rahat və daha tərəfli bir şəkildə başa biləsiniz. Bir xatırlatma da edeyim ki, əgər belə videoların davamını sizsə, video bəyənməyə, kanala abunə olmağı və videolara şərh yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşəndək sağ olun, salamatçılıqla qalın.